Buyurun Ali Bey, ben alalım. Teşekkür ederim Teymur Bey. Ben buradan ilk növbədə kongres iştirakçılarının hamısına salamlayıram və bizə baxan tamaşaçılar da salamlayıram. Yəqin ki, efirdən baxan tamaşaçılara. Bildirmək istəyirəm ki, hər bir tarixi addım, hər bir tarixi hərəkət hansısa sonraki dövrdə nümunə götürüb ondan istifadə etmək üçündür. Sərhəd hadisələri Naxçıvanda baş verib, sərhədin dağılması hadisələri. Öz-özünə yaranmayıb, əlbəttə bayağı Asif qardaşımız çox gözəl danışdı bu barədə. Sonralar o bizim cənub zonasına, xüsusən Cəlilabad və Astara rayonlarına da gəldi, çıxdı. Amma bu ilk addımı Naxçıvanlılar çox böyük mərdliklə, cəsarətlə, qürurla ilə yerinə yetirdilər. Mənim yaxınlarımdan, tanışlarımdan son dövrə qədər rəhmətə gedənlər olub, onların həmin sənəd məftilini evdə bir xatirə kimi saxladığını görmüşəm. O qədər onu qürurla göstərirdilər ki, sanki, nə bilim, qızıldan olan, brilyantdan olan bir əşya o qədər dəyərli, yaraşıqlı, gözəl bir əşya o qədər dəyərli ola bilməzdi. Nəinki o 10 santılıq, 8 santılıq o məftil parçası, üzərində də uzu sivrilənmiş, dolanmış yenə də məftillər yaxınlaşan hər bir canlını dəlib keçir, qarşısını alır. İki milləti bir-birindən ayırır, parçalayır. Kim deyir ki, Azərbaycan xalqı digər xalqlar kimi iki yerə bölünür? Çox böyük səhvdir bu söz. Çünki Azərbaycan xalqı əvvəla Azərbaycan xalqı olaraq iki yox, 4-5 yerə bölünüb. İrəvan xanlığı 1, Gürcistan 2, Dağıstan 3, İran 4 və biz burada 5. Üstəlik Türkiyə. Üstünə də gəlsək, Türk millətlərinin parçalanması bunun sayını vahimələndirici bir saydır. Sayını heç sayıb qurtarmaq olmaz. Tarix elmi bilirsiniz ki, həmişə elm sayılmayıb tarix. Hətta gülüş hədəf olub ki, bu nədir? Niyə gülüş hədəf olub? Çünki məxsusi olaraq tarixi yanlış yazıblar ki, xalqlar, millətlər yenidən ondan istifadə edib, gələcəkdə atdığı addımlarda səhv addımlar atmasınlar. Nə edəcəklərini versinlər. Məxsusi olaraq tarixlər həmişə sifarişlə yazılıb bu məqsədlə. Siyasi məqsədlərlə sifarişlə yazılıb. Amma biz tarixə müraciət edib baxsaq, mən sizə bir epizodu deyəcəm. Bu yaxın tarixdir, sərhədlərin dağılması. Amma çıxın küçədə bir sorğu aparın, heç kim orada nə Asif bəyin, nə digərlərinin adını seçməyəcək. Belə yanlışlıqla yaradılır. Bunun da nəticəsi odur ki, insanlarda birlik, bərabərlik, gələcəkdə atacağı addımlara lider axtarırlar, nə bilim. Bax, bu günləri danışılır Əbülfəz Elçibəyin bu məsələdəki rolundan və digərlərindən, amma Asif bəy çox gözəl qeyd elədi ki, bu lidersiz, xalqın içindən qopan bir hərəkət idi. Bir uyğunlaşdırma gətirim, nə Səddam Hüseynin, nə Qəddafinin, nə Bəşər Əsədin bir neçə il bundan öncə bu cür aqibətləri olacağını heç kim təsəvvür edəmir. Heç Çavuşevskinin də. Bəşər Əsəd Moskvaya qaçmazdan bir gün əvvəl xalq hələ də Bəşər Əsəddən qorxurdu. Ertəsi gün eşidəndə ki, Bəşər Əsəd ölkəni tərk edib, orada heç nə dəyişməmişdi. Təkcə Bəşər Əsəd ölkəni tərk eləmişdi arvadı ilə birlikdə. Onun qoruyanlar, onun qoruduqları hamısı ölkədə idi. Bir anın içərisində elə bil ki, Bəşər Əsəd əjdaha imiş, 7 başlı əjdaha imiş, od püskürürmüş. Uzaqdan hər bir istədiyi insanı bir anda öldürə bilirmiş kimi bir təsirdə olan insanlar onun yoxluğu ilə özlərində cəsarət tapıb, onu qoruyan əli silahlı bütün Bəşər Əsəd ordusunu bir anın içərisində məhv elədi. Məhv. Şirlərə insanların yedirdəni küçədə parça-parça elədi. Bəşər Əsədin Görbəcər atasının
Qəbirdən çıxardıb asfaltın ortasında yandırdı. Eynən sərhəd məsələsindəki kimi. Biz onu 35-40 il bundan öncə eləmişik. Hətta çox-çox illər 1900-cu illərdə də eləmişik, 20-ci, 17-ci, 15-ci, 10-cu əsrlərə, hətta eramıza qədər gedib çıxsaq, bizim türklərin elə hərəkətləri olur ki, tarixə qızıl hərflərlə yazılıb, sadəcə olaraq onu insanlara çatdırıb qızıl hərflərlə göstərmirlər ki, yenidən bundan cürətlənib, şücaətlənib, yenə təkrar olar. Son sərhəd hadisələri də onu göstərdi ki, lider olsa da, olmasa da, qarşımızdakı böyük bir güc olsa da, əgər biz bunu istəyiriksə, xalq olaraq, biz bunu edəcəyik. Nə bizi güllə, nə silahlar, nə zastava, nə tikanlı məftillər bizi bu yoldan saxlaya bilməz. Ona görə də mənim təkcə bugün tək tövsiyəm insanlara, xalqa müraciətim odur ki, özlərində güc təpər hiss eləsinlər və özlərini hamıdan güclü, zəif yox, hamıdan güclü bilsinlər. Haqlı olan ən güclüdür. İstədikləri məqsədləri yerinə yetirmək üçün birlik, bərabərlik nümayiş etdirsinlər. Ən azından bu sərhəd məsələlərində, hadisələrində baş verəndən nümunə götürüb bizim kim olduğumuzu dərk eləməliyik. Dərk etməsək, gələcəyimizi qura bilmərik. Son sözüm də o olsun ki, bütün dünya Azərbaycanlılarını və bütün dünya türklərini bərabərində təbrik edirəm. Bu bizim qondarma təqvim deyil, həqiqi həmrəylik günümüzdür. Əsl təqvim isə türk təqvimi olaraq 21 martdan başlayır. 4 mövsümə bölünmüş. İnşallah qismət olar, onu da gələcəkdə görərik.